Yağdı yağışlar, banladı quşlar, su axdı daşdı, ağardı daşlar. Bəli, bu şeiri bizə orta məktəbin 1-ci, 2-ci sinifində öyrətmişdilər. Amma indi zaman dəyişib, yağan yağışdan sonra quşlar banlamır, yollar dağılır. Yağış da sudur, su gəlsə bu qumuza da hər şeyi yuyub aparır. Yağış yağırdı, bax yuv apar, gör yağmalarla toklar yekəlin gör üstə. Biraz gərək yağıntı suyunu analiz edəsən. Biraz yağış yağan kimi yollar pis vəziyyətə düşür. Bəli, son günlər yağan intensiv yağışlardan sonra paytaxtın bir çox hissələrində, bir çox ərazilərdə, kənd və qəsəbələrdə yollarda çalalar, iri quyular əmələ gəlib. Burada belə bir sual yaranır. Problem nədədir? Yağan yağış güclüdür yoxsa yollar keyfiyyətsizdir? Gedib gələ bilmirik bu yolda, maşınların altı dəyir. Maşın dağılır da, peredok dağılır yani. Peredok yığdırmaqdan Allah'ın quranak bezmişik. Bərbad gündədir, yağış yağırdı, bax yuv apar, gör yağmalarla toklar yekəlin gör üstə. Bərbad gündədir yani. Birdən luja olur, bunlar su olur da, yani görsən bir. Maşın düşür altın vururuq, peredoksa dağılır gedir. Dəhşət pisdir qardaş. Bu yollar, bu masajının bu yolları düz 5 ildir ki, eyni qaydada, eyni vəziyyətdədir. Yağış yağır, qumluyurlar. Qumlayandan sonra yağış yağdı, qumu yuyub aparır. Yəni eyni vəziyyət, eyni şey. Arxa tərəfə gəlib baxsaz, bildiyin taladır. Yəni burada maşın peridoku hər 2 aydan bir peridok yığdırır burada. Yağış da sudur, su gəlsə bu qumuza da hər şeyi yuyub aparır. Yağan yağış sular təkcə yolları dağıtmadı, həm də divarlar yudu və divarlardan fontan vurdu. Bəli, bura paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Yahya Hüseynov küçəsidir. Yağan yağışlar zaman xatırlayırsınızsa, divarın bu hissəsindən fontan vururdu. İçəri şəhərdəki tarixi qala divarları da aşmaya məruz qaldı. Bəli, yağan yağışlardan sonra burada böyük bir sual yaranır. Bu yağışlar çox güclü idi və yaxud da bu yağışların tərkibində nə var idi ki, hər yeri dağıtdı, tökdü. Həyatda dəyişməyən heç bir şey yoxdur. İqlim də dəyişməlidir və dəyişir də. Proqnoz vermək də xeyləm çətindir. Amma son dövrlər baş verən yağıntı təbii prosesdir. Birdən-birə çox yağma, havada olan yağıntının miqdarı ümumi atmosfer sirkulyasiyası ilə yanaşı havada olan mütləq rütubətin miqdarından asılıdır. Mütləq rütubət çox olanda yağıntı da intensiv, leysan, uzun müddətli və s. ola bilər. Azərbaycanın bəzi yerlərində hədsiz ziyadə yağıntı düşdü. Çoxillik orta normadan xeyli artıqdır. Amma məsələn yağıntıların və yaxud da ki cənubda gedən müharibə şəraiti ilə əlaqədar olaraq hadisələr çox sürətlə baş verdi. Yəni elə şeylər oldu. Xəzər sahilində məsələn canlıların ölümü, quş ölümləri, balıq ölümləri, yəni çox intensivləşdi. Belə şeylər oldu. Belə şeylər təsir edir. Eləyir. Biraz gərək yağıntı suyunu analiz edəsən. Yağıntı da intensiv yağanda qurunta təsir edir və qurunt da hazırlıqsız və infrastrukturları, evləri zədələyə bilər.